Salam, xoş gördük hərmənizi əziz şahidlər. Bugünkü mövzumuz yer kürəsinin günəş ətrafında meyilli formada hərəkəti və bu hərəkətin təsiri nəticəsində yer kürəsində baş verən proseslər haqqında olacaq. İlk öncə onu qeyd edeyim ki, bu mövzuda siz yer kürəsinin günəş ətrafında hərəkətini, fəsillərin yaranması, yerin orbit xəttinə, yerin belə deyək, xəyali oxunun orbit xəttinə meyilliyinin neçə dərəcə meyllinin öyrənəcəksiniz. Həmçinin bu meylin təsiri nəticəsində yer kürəsində baş verən proseslər və həmçinin qeyd edə bilərik ki, xüsusi paralellərə əsasən işıqlanma qurşaqlarının təyini, işıqlanma qurşaqları daxilində olan obyektlərin təyini bu mövzu üzərində sizlərə öyrətməyə çalışacağam. İlk öncə siz ekranda belə bir yerin təmsili formada şəklini görürsünüz. Burada biz orbit, daha doğrusu yer kürəsinin xəyali oxunu görürük. Həmçinin xəyali oxu bu formadadır. Və bu kənar hissədə verilən xətt isə yer kürəsinin orbit xəttini qeyd etmişik burada. Və yerin xəyali oxu nədir? İlk öncə bunu sizə izahını verim. Yerin xəyali oxu qütblərdən keçmək şərtilə təsəvvür edin ki, bir ox çəkmişik. Yəni belə bir ox keçirmişik və bu qütblərdən keçir. Və bu ox ətrafında yer kürəsi fırlanır. Saat əqrəbinin əksi istiqamətində. Yəni qərbdən şərqə doğru. Şərqə doğru fırlanır. Və bu fırlanmanın təsiri nəticəsində yer kürəsində gecə və gündüz yağır. Amma yer kürəsinin günəş ətrafında fırlanması nəticəsində isə yerdə müxtəlif proseslər baş verir. Yəni istilik və temperaturun paylanmasına təsir göstərir bu. Bəs bu istilik və temperaturun paylanmasına təsir göstərən amillər yalnız bundan ibarətdir? Xeyr. Yer kürəsinin günəşə tərəf meyilliyi də artıq burada əsas faktorlardan biridir. Növbəti slaydımızda isə biz yer kürəsinin günəş ətrafında getdiyi yolu görürük. Yəni orbit xəttini. Baxın, bu orbit xəttidir. Orbit xətti. Orbit xətti nədir? Orbit xətti planetlərin günəş ətrafında hərəkət etdiyi yoldur. Və yer kürəsinin günəş ətrafında hərəkət etdiyi orbit xəttinin uzunluğu 940 milyon kilometrdir. Bu 940 milyon kilometri yer kürəsi 365 gün, 5 saat, 48 dəqiqə, 46 saniyəyə başa vurur. Yəni tam dövrəsini başa vurur. Yəni təsəvvür edin ki, yer kürəsi buradadır. Yer kürəsinin bu formada hərəkət edib, yenidən gəlib eyni vəziyyətə, yəni bu nöqtəyə qayıtmaq üçün 365 gün, 5 saat, 48 dəqiqə, 46 saniyə vaxt lazımdır. Biz bunu yuvarlaq olaraq 365 gün qəbul edə bilərik. Və ya da 366 gün, 366 gün kimi qəbul edə bilərik. Çünki burada və ya da belə də qeyd edə bilərik. 365 gün 6 saat. 365 gün 6 saata tam başa vurur. Və 4 ildən bir də bu toplanılır. Yəni bu 6 saat toplanır. 24 saat edir. 4 ildən bir də yəni 365 gün və ya da 366 gün kimi qeyd edə bilərik. Ki burada fevral ayının 28 və 29 28 gündən və ya da 29 gündən bir olması artıq 4 ildən bir baş verən bir prosesdir. Növbəti slaydımızda biz xüsusi paralelləri gördük. Onu qeyd etmək istəyirəm ki, bu xüsusi paralelləri əzbər bilməliyik. Bu xüsusi paralelləri əzbər bilmədən biz yer kürəsində günəş şüalarının düşmə ucağının hesablanmasını, zenit vəziyyətini başa düşə bilmərik. Gəlin baxaq. Deməli, burada biz şimal qütb nöqtəsini görürük. 90 dərəcə şimal qütb nöqtəsini ifadə edir. Şimal qütb dairəsi 66,5 dərəcə ilə, 66,5 dərəcəlik şimal, deməli 66,5 dərəcə paralel şimal qütb dairəsini ifadə edəcək. Bunun adı şimal qütb dairəsidir və xəritələrdə çox zaman qırıq-qırıq xətlə verilir. Həmçinin bu xüsusi paralellər də qırıq-qırıq xətlə verilir. Şimal tropik xətti, baxın 23,5 dərəcəlik şimal paraleli, yəni şimal enliyi burada şimal tropik xətti adlanır. Digər adı xərsəng tropiki.
Ekvatorumuz öz yerində. Ekvator siz bilirsiniz ki, ən böyük paralel hesab olunur. Cənub tropik xətti 23,5 dərəcə cənub enliliyi ifadə edəcək və həmçinin cənub qütb dairəsi 66,5 dərəcəlik paralel ifadə edilir və burada 90 dərəcəlik qütb nöqtəsini siz görmüş olursunuz. Bunları əzbər şəkildə bilsək, artıq digər əzbər xarakterli məlumatlardan canımızı qurtarmış oluruq. Yəni siz, əziz şahidlər, siz bu mövzunu tam olaraq dərk etməlisiniz ki, günəş şüalarının düşmə bucağını, işıqlama qurşaqları və həmçinin günəş şüalarının belə də zenit vəziyyətini təyin etmək sizin üçün çətin olmasın. Bir daha təkrarlayıram. Bu hissələr əzbər bilinməlidir. Baxın, burada verilib 23,5 dərəcəlik şimal tropik xətti, 66,5 dərəcə şimal qütb dairəsi, daha sonra cənub tropik xətti 23,5 dərəcəlik cənub enliliyi ifadə edəcək. Cənub qütb dairəsi isə 66,5 dərəcəlik cənub enliliyini üzərində olacaqdır. Burada bu slaydda isə biz yer kürəsinin öz oxu ətrafında bu formada hərəkət etdiyini görürük. Təmsil olaraq bu sarı hissə günəşdən gələn şüaları ifadə edir. Bu hissə isə bizə yer kürəsinin əks hissəsini, yəni qaranlıqda qalan hissəsini ifadə edəcək. Artıq biz digər məlumatları öyrəndikdən sonra yer kürəsinin günəş ətrafında meyilli formada hərəkətini təyin edə bilərik. İlk öncə əvvəlki slayda bir daha qayıtmaq istəyirəm. Deməli, biz burada qeyd etdik ki, yer kürəsinin orbit xəttinə meyilliyi, baxın, orbit xəttinə meyilliyi 66,5 dərəcədir. 66,5 dərəcə meyilli olduğu üçün 66,5 dərəcə meyilli olduğu üçün qütb dairələri elə 66,5 dərəcədən keçir. Yəni yer kürəsi orbit xəttinə neçə dərəcə meyillidirsə, qütb dairələri də həmin paralellərdən keçəcək. Və normalda yer kürəsinin orbit xəttinə meyilliyi 66,5 dərəcə olduğu üçün qütb dairələri fərqi yoxdur, şimal və ya da cənub. Qütb dairələri 66,5 dərəcədən keçir. Bəs o zaman deyə bilərsiniz ki, bəs tropikləri necə təyin edə bilərik? Biz bilmək istəyirik ki, tropiklər bəs neçə dərəcədən keçir? Həmişə qütb dairələri ilə tropiklərin cəmi 90 dərəcəni verir. Yəni 66,5 dərəcə üstə gələk 23,5 dərəcə bərabərdir 90 dərəcə. Yəni bu cəmdə nəyi verməli? 90 dərəcəni. Misal təsəvvür edin ki, yer kürəsinin orbit xəttinə meyilliyi dəyişibdir. Misal deyək ki, meyilliyi 66,5 dərəcə deyil də 50 dərəcə olubdur. 50 dərəcə olduğu üçün o zaman qütb dairələri 50 dərəcədən keçəcək. Bəs tropikləri necə tapacam? O zaman 90 dərəcə minus 50 dərəcə 50 dərəcə 50 dərəcə o da bərabər neçəyə? 40 dərəcəyə. Niyə? Çünki biz bilirik ki, qütb dairələri ilə tropiklərin cəmi nəyi verməlidir? 90 dərəcəni verməlidir. Əgər yer kürəsi 50 dərəcə meyillidirsə, mən 90-dan 50 dərəcəni çıxmaqla qütb, belə deyək, tropiklərin neçə dərəcədən keçdiyini artıq təyin edə bilərəm. Və yaxud da belə bir misal verə bilər. Deyək ki, tropiklər 40 dərəcəlik enlikdən keçir. Əgər 40 dərəcə enlikdən keçirsə, yer kürəsinin orbit xəttinə meyilli neçə dərəcədir? O zaman avtomatik, yəni 90 dərəcədən minus 40 dərəcəni çıxıram və tapmış oluram 50 dərəcə. Deməli, yer kürəsində şərtə əsasən tropiklər əgər 40 dərəcədən keçirsə, deməli, qütb dairələri də məcburi olaraq 50 dərəcədən keçməli. Belə. Digər slaydımıza yenidən qaydaq. Artıq gördüyünüz kimi burada yer kürəsi qərbdən şərqə doğru fırlanır. Qərbdən şərqə doğru fırlandığı üçün işıqlanma da şərqdən qərbə doğru olur və yadımıza saxlayır ki, şərq hissədə vaxt qərb hissədən irəlidə olacaqdır. Bu xüsusi paralelləri öyrəndikdən sonra isə artıq biz yer kürəsinin yəni yer kürəsində belə deyək, günəşdən gələn şüaların yer kürəsində paylanmasına diqqət yetirək. Burada siz 21 mart tarixini görürsünüz. Yəni biz bilirik ki, yer kürəsi günəş ətrafında meyilli formada hərəkət edir və yer kürəsinə gələn günəş şüaları müxtəlif formada düşür. Biz buna deyirik zenit vəziyyəti. Zenit. Məsələn, zenit vəziyyəti necədir? Günəş şüaları hər hansı bir məntəqəyə
90 dərəcə buzaq altına düşərsə, günəş şüaları həmin məntəqədə zenitdədir. Bəs zenit məntəqəsi hansı enliklərdə olur? Zenit məntəqəsi, baxın, bu enliklər arasında, yəni 23,5 dərəcə cənub tropik xətti ilə 23,5 dərəcəlik şimal tropikləri arasında zenitdə olur. Deyə bilərsiniz ki, 23,5 dərəcəlik 23,5 dərəcə, yəni 23,6 dərəcə olsun və ya 24 dərəcəlik paraleldə ola bilərmi? Xeyr. Bu aralıqlarda olacaq. Zenit vəziyyəti o deməkdir ki, günəş şüaları ildə bir dəfə, belə deyək, ilin müəyyən günündə, belə bir tərif versə, ilin müəyyən günündə və müəyyən saatında, baxın, ilin müəyyən günündə və günün müəyyən saatında. Yəni ilin müəyyən günü, misal deyək ki, 21 mart tarixində günəş şüaları harada zenitdə olur? Ekvator üzərində zenitdə olur. Baxın, ekvator üzərində. Ekvatorun üzərində zenitdə olması o deməkdir ki, həmin məntəqə günəş şüaları 90 dərəcə buzaqlığında düşür. 90 dərəcə buzaqlığında düşən hər hansı bir məntəqədə günorta saat 12:00-da, biz axı dedik ki, sutkanın müəyyən saatında, yəni günorta 12:00-da zenit vəziyyətində olur. Zenit vəziyyətində olan bir məntəqədə kölgə yoxdur və 90 dərəcəlik günəş şüalarının hər hansı bir məntəqəyə 90 dərəcə buzağında düşməsi o deməkdir ki, həmin hissələrdə istiliyin miqdarı, temperaturun miqdarı, həmçinin belə deyək, şüaların da miqdarı nə olmuş olacaq? Artmış olacaq. Və buradan zenit məntəqəsindən uzaqlaşdıqca günəş şüalarının düşmə uzağı azalır. Hər hansı məntəqəyə günəş şüalarının düşmə uzağı kisilərsə, orada istilik və temperaturun miqdarı da azalmış olacaq. Və biz bilirik ki, yer kürəsi 21 mart tarixində, ki bu tarixdə ekvator üzərində zenitdə olur. Yəni ki, ekvator üzərində zenitdə olması həmin məntəqəyə günəş şüalarının 90 dərəcə buzağında düşməsi deməkdir. Bu zaman şimal və cənub yarımkürələri eyni miqdarda işıqlanır. Məsələn, misal deyək ki, 40 dərəcə şimal enliyi olsun. Əgər 40 dərəcə şimal enliyinə günəş şüaları 50 dərəcə buzağında düşürsə, demək cənub yarımkürəsində də 40 dərəcəlik enliyə də 50 dərəcə buzaq altına düşəcək. Yəni şimala neçə dərəcə düşürsə, hər hansı bir paralel neçə dərəcə düşürsə, həmin cənubdakı həmin paralel də eyni buzaq altına düşür. Məsələn, deyək ki, 30 dərəcəlik enliyə misal, bura yazaq ki, 30 dərəcə şimal enliyə əgər günəş şüaları bir növ belə deyək, 60 dərəcə buzaq altında düşürsə, deməli cənub yarımkürəsindəki 30 dərəcə enliyə də günəş şüaları 60 dərəcə buzaq altında düşmüş olacaq. 21 Mart tarixində biz deyirik yaz gecə gündüz bərabərlik günü. 21 Mart tarixində şimal yarımkürəsində yaz fəsli, şimalda yaz, cənubda isə payız fəsli başlayır. Cənubda payız fəsli. Payız fəsli başlayır. 21 Mart tarixindən sonra, deməli, həmçinin 21 Mart tarixində biz belə deyə bilərik ki, burada şimal yarımkürəsində daha çox istilik olacaq bir qədər. Çünki artıq 21 Mart tarixindən sonra günəş şüaları şimala doğru hərəkət edir. Yəni şimal tərəf meyllər. 21 Mart tarixindən sonra fikir versəniz, günəş daha çox istilik verir. Bu proses 22 iyun tarixinə qədər davam edir. Baxın, 22 iyun tarixində yer kürəsi günəşə tərəf bu formada olur. 22 iyuna biz deyirik yay gündönümü günü. 22 iyun yay gündönümü günü. 22 iyun tarixində şimal yarımkürəsində, baxın, günəş şüaları 23,5 dərəcəli şimal tropiki üzərində. Şimal tropiki üzərində zenit olur. Yəni bu məntəqələrə günəş şüaları 90 dərəcə buzağında düşür. 90 dərəcə buzağında düşdüyü üçün şimal yarımkürəsi daha çox istilik alır. Yəni buradan zenit vəziyyətindən uzaqlaşdıqca isə günəş şüalarının düşmə miqdarı azalır. Fikir verirsinizsə, ümumiyyətlə cənub qütb dairəsindən cənubda qalan məntəqələrdə günəş şüaları 0 dərəcə buzağında düşür. Yəni burada qütb gecələri müşahidə olur. Gəlin bir qədər bu mövzunu dərinə gedək. Deməli, əgər günəş şüaları 23,5 dərəcəlik şimal tropik üzərindədirsə və 22 iyun tarixində biz deyək ki, yay gündönümüdürsə, şimal yarımkürəsi daha çox istilik əldə edir. 22 iyun tarixində şimal yarımkürəsində yay fəsli başlayır. Həmçinin 66,5 dərəcəlik qütb dairəsi ilə 90 dərəcəlik enliklər arasında qütb gündüzləri müşahidə olunur.
Qütb gündüzləri. Əks yarımkürədə isə qış fəsli başlar. 22 iyun tarixində Cənub yarımkürəsində qış fəslidir. Qış fəsli olduğu üçün, baxın, Zeyid məntəqəsindən burada bunu qeyd etməyi unutdum. Zeyid məntəqəsindən qütblərə doğru getsə, yəni 22 iyunda qütbə doğru getsə gündüzün uzunluğu artır. Deməli, əgər burada 66,5 dərəcə 90 dərəcə enlik arasında qütb gecəsidirsə, qütb gündüzüdür, üzr istəyirəm. Deməli, qütb gündüzüdür. Qütb gündüzü 6 ay davam edirsə, Cənub yarımkürəsində qütb gecəsi də 6 ay davam edəcək. Və Cənub yarımkürəsində biz deyək ki, 22 iyun tarixində qış fəsli başlayır. Və həmçinin qış fəsli başlayırsa, həmin məntəqələrdə Cənub yarımkürəsində gündüzün uzunluğu qısalır, gecənin uzunluğu artır. 66,5 dərəcəlik cənub qütb dairəsi ilə 90 dərəcə enlik arasında günəş şüaları 0 dərəcə bucaqlığında düşür. Və hər hansı bir məntəqəyə günəş şüası 0 dərəcə bucaqlığında düşərsə, həmin məntəqədə deməli qütb gecələri müşahidə olunacaqdır. Bu məntəqələrdə artıq qütb gecələri müşahidə olunur. 22 iyun tarixindən sonra günəş şüaları yenidən cənuba doğru hərəkət edir. Və 23 sentyabr tarixində günəş şüaları yenidən ekvator üzərində zənətdə olur. Ekvator üzərində zənətdə olsun bu tarixdə biz deyirik ki, 23 sentyabr payız gecə gündüz bərabərliyi günü. Niyə? Çünki şimal və cənub yarımkürəsində də gündüzün və gecənin uzunluğu 12 saat olur. Baxın, fikir verirsiniz. 12 saat gecə, 12 saat gündüz. Burada da 12 saat gecə, 12 saat gündüz müşahidə olunacaq. Və həmçinin şimal və cənub yarımkürələri eyni formada işıqlanır. Bəs 23 sentyabr tarixindən sonra hansı proses baş verir? 23 sentyabr tarixində şimal yarımkürəsində, yadımızda saxlayırıq, şimal yarımkürəsində payız, cənub yarımkürəsində isə onun əksi olan yaz fəsli başlayır. 23 sentyabr tarixindən etibarən, yəni artıq 23 sentyabr tarixindən sonra şimal yarımkürəsində gecənin uzunluğu qısalmağa başlayır. Nə zamana qədər? 22 dekabra qədər. Yəni 23 sentyabr tarixindən 22 dekabr tarixinə qədər gecənin uzunluğu üzr istəyirəm, uzanmağa başlayacaq şimal yarımkürəsində. Amma cənub yarımkürəsində isə gündüzün uzunluğu artmağa başlayır. Yəni 23 sentyabr tarixindən sonra. Amma 23 sentyabr tarixində şimal və cənub yarımkürəsi eyni formada işıqlanır. Yəni bu tarixdən sonra şimalda əgər payız fəsli başlayırsa, deməli gündüzün uzunluğu nə edəcək? Azalmağa doğru gedəcək. Cənub yarımkürəsində əgər yaz fəsli başlayırsa, deməli bu zaman gündüzün uzunluğu artacaq. Artıq 23 sentyabr tarixindən sonra gəlir biz 22 dekabr tarixinə, yəni qış gündönümü günə. Qış gündönümü günü günəş şüaları, baxın fikir verirsə, ekvator üzərində zenitdə olur. Üzr istəyirəm, ekvator üzərində deyil. Burada 23,5 dərəcə cənub tropik xətti üzərində zenitdə olur. 23,5 dərəcə cənub tropik xəttində zenitdə olduğu üçün həmin bu məntəqələrə günəş şüaları 90 dərəcə bucaq düşür. 90 dərəcə bucaq düşən hər hansı bir məntəqədə biz deyək ki, saat 12:00 tarixində kölgə olmur, günəş baş üzərində zenitdə olmuş olacaq. 22 dekabr tarixində cənub yarımkürəsində yay fəsli, şimal yarımkürəsində isə qış fəslidir. Cənub yarımkürəsində əgər yay fəslidirsə, deməli cənub yarımkürəsində gündüzün uzunluğu gecənin uzunluğundan daha çoxdur. Və həmçinin 66,5 dərəcə cənub qütb dairəsi ilə 90 dərəcəlik cənub qütb nöqtəsi arasında qütb gündüzləri müşahidə olunur. Şimal yarımkürəsində isə onun əksi müşahidə olunacaq. Yəni 66,5 dərəcə ilə 90 dərəcə enlik arasında isə qütb gecələri müşahidə olunacaqdır. Və yenidən 22 dekabr tarixindən sonra günəş şimala doğru hərəkət eləyir və bu tarixdən etibarən gündüzün uzunluğu artmağa başlayır ta ki 21 mart tarixinə qədər. Yenidən məsələn 21 mart tarixində də günəş şüaları dediyimiz kimi ekvator üzərində zenitdə olur və bu proses bu formada davam edir. Artıq siz əziz şagirdlər bu mövzularla tanış oldunuz.
ki, burada Günəş şüaının yer kürəsində paylanması, Günəş şüaının yer kürəsinə düşmə bucağını hesablanması haqqında bir qədər məlumatlara sahib oldunuz. İndi isə gəlin burada yer kürəsində belə deyək, fəsillərin yaranması, istiliyin paylanması haqqında digər məlumatı sizə təqdim edim. Deməli, biz bilirik ki, xüsusi payələrimiz var. Bu xüsusi payələri biz qeyd edirik 66,5 dərəcəlik şimal qütb dairəsi, 23,5 dərəcəlik 23,5 dərəcəlik şimal belə deyək, şimal tropik xətti, daha sonra burada ekvator, 23,5 dərəcəlik cənub tropik xətti, 66,5 dərəcəlik cənub qütb dairəsi, 90 dərəcəlik qütb nöqtəsi və həmçinin şimalda 90 dərəcəlik qütb nöqtəsini biz qeyd edə bilərik. Deməli, işıqlanma qurşaqları haqqında misal olaraq biz burada deyirik tropik işıqlanma qurşağı. 23,5 dərəcəlik şimal tropik xətti ilə 23,5 dərəcəlik cənub tropik xətti arasında qalan sahəyə biz qeyd edirik tropik belə deyək, tropik işıqlanma qurşağı. Tropik işıqlanma qurşağı. 23,5 dərəcə ilə burada yazaq. Demək 23,5 dərəcə ilə demək 23,5 dərəcə, daha doğrusu bu 66,5 dərəcə olmalıdır. 23,5 dərəcə ilə 66,5 dərəcə enlik arasında qalan hissəyə şimal mülayim işıqlanma qurşağı, şimal mülayim işıqlanma qurşağı yazaq. 23,5 dərəcə cənub tropik xətti ilə 66,5 dərəcə cənub qütb dairəsi arasında cənub belə deyək, mülayim işıqlanma qurşağı, 66,5 dərəcə ilə 90 dərəcə enlik arasında cənub belə deyək, qütb işıqlanma qurşağı, cənub qütb işıqlanma qurşağı, şimalda isə 66,5 dərəcə 90 dərəcə enlik arasında şimal qütb işıqlanma qurşağı. Şimal qütb işıqlanma qurşağı olacaq. Bu paralelləri əzbər bilməklə siz avtomatik olaraq digər əzbər xarakterli məlumatlardan bir növ belə deyək, məlumatlardan can qurtarmış olursunuz. Çünki sizdən belə suallar tələb oluna bilər ki, misal olaraq, məsələn, Azərbaycan hansı işıqlama qurşağında yerləşir? Biz bilirik ki, Azərbaycanın koordinatlarını təxmin olaraq bilirik. Yəni 23,5 dərəcə, 64,5 dərəcə enliklər arasında yerləşəcək. Misal, Bakının koordinatları 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Bu daxildə yerləşdiyi üçün şimal mülayim işıqlama qurşağında, yəni Azərbaycanın hansı işıqlama qurşağı daxilində yerləşdiyini biz bu formada təyin edə bilirik. Və ya da sizdən misal soruşa bilər AP'nin yarımadası. AP'nin yarımadasını biz təxmini olaraq xəritə üzərində əzbər şəkildə bilirik. Təxmini olaraq deyə bilərik ki, bu 23,5 dərəcə 66,5 dərəcə enlik arasında yerləşdiyi üçün şimal mülayim işıqlama qurşağında yerləşir. Və yaxud da misal olaraq burada əzbər biləcəyimiz məqamlardan biri ki, 23,5 dərəcəlik şimal tropik xətti hansı materiklərdən keçir? Və ya 66,5 dərəcəlik şimal qütb dairəsi hansı materiklərdən keçir? Bunları əzbər şəkildə bilsək, dediyim kimi, qarşımıza çıxan testlərdə ki, həmin tipli testlərdə artıq həmin obyektlərin, vulkanların, yarımadaların, dənizlərin hansı işıqlama qurşağında yerləşməsini aydın şəkildə tapa bilərik.